Salam uşaqlar, bugün sizlə işıq mikroskopundan danışaq. Bu gördüyünüz mikroskop laboratoriyada istifadə olunan mikroskopdur. Biologiya dərslərində istifadə edirik. İşıq mikroskopu maksimum 3600 dəfəyə qədər böyüdə bilər. Amma əlbəttə ki, bizim indiki bu gördüyünüz mikroskop o qədər böyütmür. Amma işıq mikroskopunun növləri arasında maksimum 3600 dəfəyə qədər baxdığımız cismi böyüdən mikroskoplar var. Mikroskopun ən vacib hissələrindən biri onun ştatividir, yəni onun gövdəsidir. Bu boz rəngdə gördüyünüz hissə onun ştatividir. Mikroskopun bütün xırda detalları bu ştativin üstünə birləşdirilir. Ştativə birləşən hissələrdən birinin adı tubusdur. Tubusa biz baxış borusu da deyə bilərik. Bu tubus hərəkətə gələ bilir. Biz onu buradakı vintlər vasitəsilə hərəkətə gətirə bilərik. Yəni, yuxarı, aşağı doğru biz onu hərəkətə gətirə bilərik. Və tubusun yuxarı hissəsinə, baxın, buna deyirik okulyar. Okulyar özü çərçivələrdən və iki böyüdücü şüşədən ibarətdir. Yəni, onun içində iki böyüdücü şüşə var. Və onun üstündə gördüyünüz kimi rəqəm var. Yəni, 20 yazılıb burada. Yəni, bu o deməkdir ki, bu okulyarın içində olan böyüdücü şüşələr baxılan cismi 20 dəfə böyüdür. Deməli, okulyar oldu uşaqlar tubusun yuxarı hissəsinin adı və okulus sözünün mənası göz deməkdir. Bir də var tubusun aşağı hissəsi. Tubusun aşağı hissəsinə birləşir belə hərəkət edə bilən bir hissə, revolver birləşir. Revolverə isə belə obyektivlər birləşir. Biz görürük ki, bu mikroskopda 3 dənə obyektiv var. Və bu obyektivlərin hər birinin böyütmə dərəcəsi fərqlidir. Məsələn, buradakı obyektivin böyütmə dərəcəsi 10-dur, yəni 10 dəfə böyüdür. Bu obyektivin isə böyütmə dərəcəsi 4-dür. Digərinin isə 20 olmalıdır. Obyektivinin böyütmə dərəcəsi 40-dır daha doğrusu. Və burada da obyektivlər də nədən ibarətdir? Böyüdücü şüşələrdən və çərçivələrdən ibarətdir. Deməli, uşaqlar, tubusun yuxarı hissəsi okulyar, tubusun aşağı hissəsi isə obyektiv adlanır. Obyektiv sözünün mənası cisim deməkdir. Ştativə birləşən hissələrin biri də bu gördüyünüz qara rəngdə əşya masasıdır. Əşya masasının sıxacları var. Bu sıxaclar vasitəsilə biz preparatı bərkidirik kürsünün üzərinə. Məsələn, düşünək ki, bu bizim preparatımızdır. Preparatı yerləşdirdikdən sonra sıxaclar vasitəsilə onu bərkidirik ki, bizim preparatımız tərpənməz olsun. Düz əşya kürsüsünün orta hissəsində bir dəlik var. Burada bir dəlik var. Biz işığı güzgü vasitəsilə tutub o dəliyə yönləndirməliyik ki, bizim preparatımızın görüntüsü aydın alınsın. Başqa sizə nə deyə bilərəm buradan?